Ümummilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr olunan avar çəkimi üzrə Prezident Kuboku 2026 beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslər, qonaqlar və Mingəçevir şəhərinin sakinləri iştirak ediblər. Tədbirdə öncə Mingəçevir şəhərdən icra başçısı İlham İsmailov bildirib ki, bu yarışlar ölkə idmanı üçün mühüm əhəmiyyət kəsb edir. Bütün yarış iştirakçılarına uğurlar arzu edib. Ümid edir ki, layiq olan qalib gələcək. Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov qeyd edib ki, bu yarışlar ənənə halını alıb və bir çox şəhərlərdə keçirilib. O bildirib ki, əziz Mingəçevirlər və şəhərimizin qonaqları daim firavan bir şəkildə xoşbəxt ruhda və sağlam bədəndə yaşayasınız. Daha sonra Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı görkəmli akademik Zərfə xanım Əliyeva üçün hazırlanmış video çax nümayiş etdirilib. Onun zənginliyi və dəyərləri Açılış mərasimi möhtəşəm konsert proqramı ilə davam edib. Rəqqaslar xalq mahnıları ilə rəqs edərək böyük coşqu ilə Mingəçevir şəhərinin sakinlərinin sevincinə şərik olublar. Qeyd edək ki, Prezident Kuboku 2026 beynəlxalq reqatası ötən gün Ağdərə Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq. Banu Çeyseyli, Müqabil Bəbirxanov, Səs TV xəbər. So we gon' dance until we die. A little party never kill nobody. Right here, right now is all we got. Right here, right now, all we got. warmly welcome you in the opening ceremony of International Regatta President. Romania! Germany! Yunanistan! Greece! Kazakhstan! Uzbekistan! Moldova! Host nation Azerbaijan! And Lithuania as well! Here, we welcome Lithuanian skiing! And for this speech, please welcome Head of Executive Power of Mingəçevir City, Mr. İlham İsmailov.